Soyunup giyinmə otağında yoldaşlar dedilər ki, lütlənmək lazımdır. Hollandiyadakı bu ictimai saunada gərək çılpaq olasan, hamı bir nəfər kimi. Qəribə idi, İngiltərədə belə deyil. Ümumiyyətlə, naturizm, sosial çılpaqlıq Avropanın bəzi bölgələrinə, misal üçün Almaniya və Finlandiyaya nisbətən Britaniyada elə də geniş yayılmış hadisə deyil. And in Sweden, the sauna is taken in the nude. Michael Portillo qitə boyu əvəzsiz qatar səyahətləri seriyalarından birində səhv etmirəmsə İsveçə gedib çıxır. İsveçdəki ictimai hamamlardan birində müsahibi ona deyir ki, içəri keçmək üçün soyunmalısan, lüt üryan. Michael soruşur ki, sizdə İsveçdəki bütün ictimai hamamlarda belədir? Müsahibi təəccüblə cavab verir. Bəli, məyər dünyanın hər yerində belə deyil? Təxminən 15 il bundan əvvəl Essex əyalətində yaşayanda ilk dəfə saunaya daxil oldum. Ta həmin vaxtdan bəri bu aludəliyə çevrilib. Onda sauna sosial hadisə kimi İngiltərədə elə də geniş yayılmamışdı. İndi sahil boyu gəzirsən və hər addım başı qabağına sauna çıxır. Onun həvəskarlarının sayı da ildən ilə artır. Bəzən boş yer tapmaq da mümkün olmur. Avropanın şimalından üzü bəri genişlənən bu konsepsiya indi bir çoxları üçün həyat tərzinə və ya alternativə çevrilib. Mən də hara gedirəm, özüm üçün sauna axtarıram. Ən maraqlısı İslandiyada idi. Orada açıq havada saunalar quraşdırılıb. Şaxta da titrəyib, saunada qızınırsan. Osloda Monk muzeyinin qabağında dənizdə üzən saunalar var. Qaynar otaqdan çıxıb buz kimi suya tullanırsan. Saunada həm də söhbətlər yadda qalan olur elə bil. Mən adətən qoşulmuram bu müzakirələrə, qulaq asıram. Ancaq hərdən söhbətçil biri çıxır və səni az qala məcbur edir, təhrik edir ki, nəsə deyəsən. Chatham teatrındakı Priscilla, Səhranın Kraliçası tamaşasında rol oynayan tanışım kimi məni söhbətə tutdu. Sonra da hardan olduğumu soruşdu. Dedim, Gillingham qəsəbəsindənəm. Yox, aksentim var. Hardan gəlmisən? Azərbaycandan olduğumu dedim. İlk ağlına gələn Eurovision oldu. Keçən dəfə də iki gənc qadın sevgidən danışırdılar. Biri dedi ki, Kanadada bir cütlüklə tanış olmuşdum. Sonra ayrıldılar. Oğlan Alman idi. Bu yaxınlarda gəlmişdi İngiltərəyə məni görməyə. Ancaq heç söhbətçil deyildi. İngiliscə danışmağı sevmirdi. Restoranda mənə dedi ki, bu ingilis dili məni yaman yorur. Mən də təklif etdim ki, sakit oturaq. Mən də Almanca bilmirəm. İndi qayıdıb Almaniyaya. Qoy gedib Bavariyada Alman sosislərindən yesin. Qadın şikayət edirdi. Bir qrup orta yaşlı kişi isə Milad bayramında nə yeyəcəklərini müzakirə edirdilər. Biri dilləndi ki, qiymətlər qalxıb, hər şey bahalaşıb. Belə getsə bayramda hinduşka almaq mümkün olmayacaq. O biri isə izah etdi ki, hinduşka olmasın, olsun qaz. Onsuz da xeyli əvvəllər insanlar Miladda qaz əti yeyərdilər. Hinduşka ənənəsi Amerikadan gəlib. Qayıtmaq lazımdır dədə-baba vərdişlərinə. Başqa bir dəstə də pubların sayının azalmasından gileylənirdi. Deyirdilər ki, yerinə kafelər açılır, göbələk kimi artıb. Bu da Avropanın bizə xeyri. Но сам процесс мытья, который в бане. İki cüssəli rus gənc bütün saunanı dilə tutmuşdu. Bir hamı ilə söhbət edirdilər. Birinin sözündən belə çıxdı ki, özü elə sauna tikməklə məşğuldur. Özü üçün də hazırlayıb. Sonra da qərara gəlib ki, niyə də bu işdən pul qazanmasın. Oturduğumuz saunanı isə bəyənmirdi. Nəsə çatışmırdı həmin bu saunada. Daha yaxşı ola bilərmiş. Növbə mənə çatdı. Soruşdu ki, tez-tez gəlirsən bura? Cavab verdim, yox, ikinci dəfədir. Adətən başqa yerə gedirəm. Çoxlu suallar verdi. Ünvanıma qədər soruşdu. Sonra isə dedi ki, olar sənə bir sual verim? Müsəlmansan? Dindar adam deyiləm. Heç özüm də bilmirəm nəyə inanıram. Cavab verdim. Hə, ən yaxşısını sən eləyirsən, köks ötürdü. Maraqlandım ki, nə məsələdir? Məlum oldu ki, illər əvvəl müsəlmanlığı qəbul edib. Bir müddət müsəlman olub. Çox bilmiş müsəlman dostlarımdan birindən soruşdum ki, axı niyə İslam dinində domuz əti haramdır? Bu ki, mənim xalqıma, mətbəximə xas yeməkdir. Mən ondan niyə imtina etməliyəm? Bilirsən mənə nə cavab verdi? Başımı yellədim. Dedi ki, Allahın işinə qarışma, o belə əmr eləyib. Sual vermə. Acıqlı olduğunu üzündən oxumaq mümkün idi. Elə bu hadisədən sonra qayıdıb özünün ənənəvi pravoslav dininə. İndi artıq məscidə yox, kilsəyə gedir. Bu yol mənim üçün
bütün o baş Mənim ən qiymətli hamam yoldaşlarımdan biri artıq bu dünyada yoxdur. Rəhman Bədəlov. Danışırdı ki, bir dəfə saunada kimsə ondan soruşub, Rəhman müəllim, siz bilərsiz, saunada nə qədər oturmaq olar? Bu nə sualdır axı? Bədəninə qulaq as. Hiss edəndə ki, ara vermək lazımdır, çıx. Yoxsa otur. Bunun ki ölçüsü yoxdur, danışırdı Rəhman müəllim.